Deməli belə. Moduldan biz bilirik ki, hər zaman müsbət çıxır. Bunun üçün də -4,5-i müsbət 4,5 şəklində kənara çıxarırıq. Sonra -0,15-i müsbət 0,15 kimi moduldan çıxarırıq. -6 isə müsbət 6 şəklində olur. Müsbət 2 isə müsbət 2. Biz bilirik ki, əməllər sırasında birinci sıra ilə əgər vurma bölmə varsa onları həll edirik. 4,5-i 0,15-ə bölürük, eləyir 30. 6-nı 2-yə vururuq 12, 30-dan 12 çıxırıq 18. Sonra bir həndəsə sualı. Qonşu bucaqların dərəcə ölçüləri 2,5 və 3,5 nisbətində bölünür. Böyük bucağı tapın. Xassəyə görə qonşu bucaqların cəmi 180 dərəcədir. Ona görə də nisbətləri x-ləyib toplayırıq. 2,5 x üstəgələk 3,5 x bərabərdir 180-ə. Cəm edir 6x bərabər 180-ə, x də bərabər 30 dərəcəyə. Bizdən böyük bucağı soruşduğu üçün nisbətə baxırıq. 2,5, 3,5. Ən böyüyü 3,5-dir. 3,5-i 30-a vururuq. Təbii ki, 105 dərəcə ən böyük bucaq. 2 rəqəmli ən kiçik mənfi tam ədədlə 1 rəqəmli ən kiçik mənfi tam ədədin cəmini göstərin deyir. 2 rəqəmli ən böyük tam ədəd 99-dursa, ən kiçik mənfi tam ədəd də -99-dur. Həmçinin bir rəqəmlinin də ən böyüyü 9-dur, ən kiçiyi -9-dur. Bunların cəmi -108 verir. Sonra həndəsə sualı. Belə bir şəkil verib. ABC BD-ni tən bölən verib. Tən bölən bucağı yarı bölür. ABD-ni verib 5-də 3x üstəgələk 3. DBC-ni verib 6-da 5x çıx 4. Və bunlar tən böləndir, yarı bölüb bərabər böldüyü üçün bərabər edirik. Yazırıq 5-də 3x üstəgələk 3 bərabər 6-da 5x çıx 4. Bunu tənlik şəklində həll edib bir-birinə bərabər edirik. Edir 18x 6-nı 3-ə vuranda. 18x üstəgələk 90 bərabərdir 25x çıxılsın 120. Deməli, tərəf-tərəfə keçdikdə 25x-dən 18x çıxanda eləyir 7x. Sonra 120 ilə 90 toplayanda eləyir 210. 210-u 7-yə böləndə 30 düşür. Və biz bunu tapmaq üçün bütöv bizdən ABC-ni istəyir. Tapmaq üçün x-in yerinə 30 qoyuruq. Hər hansı birində qoyub 2-yə vursaq yetərlidir. 30-u 5-ə bölürük 6, 3-ə vururuq 18. Üzərinə 3 gəlirik, eləyir 21. Yəni tən bölənlərdən biri 21-dirsə, digəri də 21-dir. Ümumi isə 42.